Salam, sabahınız xeyirli, uğurlu olsun, gününüz xoşmənalı keçsin, ruzi və bərəkətli keçsin inşallah. Mənim əziz və dəyərli gözəl izləyicilərim, necəsiniz, nətərsiniz? İnşallah ki, hər biriniz yaxşısınız, Allahın izni ilə həmişə yaxşı olasınız. Biz də soruşasınız, çox sağ olun, bizlər də yaxşıyıq, Allah razı olsun, Allah sizləri var eləsin. Bugün yenə də bu yaşıllıqlar sona çatmamış. Mən hər vloglarımda çalışıram ki, yaşıllıqlarla sizləri salamlayım. Bugün gözəl, küləkli bir havadır. Səhər tezdən durdum, bağı suladım. Əkləsi var idi, axşam onları əkdim. Bibimə zəng elədim, bibim dedi ki, hələ tezdir. Əkmə, bir 10 gündən sonra əkərsən, ancaq mən əkdim. Ürəyim durmadı, dedim yox, bu sərinlikləri əldən verməyim, əkim. Səhər-səhər pəncərələrin torunu yumuşam. Çiğ də olsa, hər şeydən biraz əkməyə çalışıram. Bu da mənim əkdiklərim. Bura şüyüd əkmişəm. Şüyüd toxumu. Bura kişniş toxumu əkdim. Yerim azdır. Gücüm çatandan istəyirəm ki, həyətimdə hər şeydən olsun biraz. Ora petruşka əkmişəm. Orada çöl kişnişi. Qarışqa daşmasın deyə belə qırağına toz səpmişəm. Nanələri də doğradım yenə. Bir göyərsin payıza qədər. Heç olmaya göyü gəlmişi olsun. Sizə nanə göstərəcəm. Nanəni pişdim və belə yığdım. Qurumaq üzrədir. Kölgədə quruduram. Xeyirli bitkidir. Bol istifadə edək nanədən, nanə qurusundan. Həyəti təmizlədim, bağı suladım, əkdiklərimi suladım. İndi isə saat 11-i keçibdir. Səhər ilə bir xurma ilə çay içmişdim suyundan sonra. İndi də dedim səhər yeməyi hazırlayım. Məndən soruşurlar ki, hansı yerkulesi istifadə edirsiniz? Əziz xanımlar, bilməyən xanımlar üçün deyirəm. Çünki mənə sual verilib, ona görə deyirəm. Ən çox bişən 10 dəqiqə, 15 dəqiqəlik bişən hansı yerkuleslərin varsa, onlardan istifadə edirəm. Ən çox istifadə etdiyim lifalifin yulafı idi. Sonra dəyişdim. Keçən dəfə də göstərdim ki, vloglarımın birində bu yerkules çox qəşəngdir. Rasiyanlı idi. 15 dəqiqəlik, 10 dəqiqəlik bişən yerkules idi. Çox bişən yerkulesdən istifadə edin. Dənələri iri olandan. Pankekdə də bildiyiniz kimi yulafdan istifadə edirəm. Burada var məndə 3 yumurta, yarım tvaroq, yarım banan və apardığı qədər yerkules əlavə etmişəm. Bir də vanil köpürtmə, bir qaşıq da duru yağ. Belə. Pankeklərimi hazırlayayım. İnansız çox acmışam. Günorta yeməyini də hazırladım. Elə bişirdim ki, axşama da olsun. İndi gözünə də gəlinim nə istəsə, ondan əlavə edər. Oğlumdan gəlinin istədikləri nə olsa, ondan pişirər. Mən yoldaşım elə düyü spunu çox sevdiyi üçün hazırladım. Baxın, belə ətli düyü supu hazırladım. Gərçin indi doğrayacağım. Vaxt eləyəmədim ki, gedəm nanə yığam. Bir də evdə kişniş şüyüd var, onlardan da üstünə əlavə edəcəm. Buradan göstərmək istəyirəm. Baxın, dənələri necə iri-iridir. Uzun müddət bişən
Yerkuleslər bax belə lifli olur və lifi alınmır. Ona görə uzun sürə bişirilir. Mən bildiyim qədər, yəni bu çox yəni liflidir. Ən xeyirlisi budur. Az o 2 dəqiqə, 3 dəqiqə bişirilənlərin lifi alınmış olur mənim fikrimcə. Ona görə elə tez o hazır olur. Bişirərkən ikisini biraz ötürdüm. Ancaq belə də dadlı olur. Bal üzərinə gəzdirib belə nuş edərik inşallah. Əgər aranızda hazırlamayanlarınız varsa, inan Allaha unla belə dadlı olmur da. Yerkuleslə çox gözəl dadlı olur. Hazırlamayan varsa aranızda belə bu üsulla hazırlayın. Mən içərisinə kokos və badam qırıntısı da əlavə etmişəm xəmirinə. İstəsəz siz də əlavə edin. Şəkər şirin istəyənlər içərisinə xurma da əlavə edə bilərlər. Mən əvvəllər xurma da əlavə edirdim. İndi balla yeyəcəm. İnansız. Bayaq duranmadım, birini yedim. Dediyim kimi bəlkə acmışam. Görün nə gözəldir. Baxın. Dadına doyum olmaz həqiqətən. Yeməyimin də göyərtisinə əlavə etdim. Belə ətdir, hava da küləklidir. Yoldaşım dedi ki, axşama düz et. Mən də ertədən hazırladım. Dedim, rahat olun. İşlərim çünki çoxdur.
Belə xırda pomidor rastıma gəldi. Qalan elə 2 kiloydu. Bunu indi hər nədir dedim 2-3 banka 700 qramlıq turşu qoyam. Belə xırda pomidorları çox sevirəm. Bunların turşusunu. İndi bunları göyərtim hazırdır. Sarımsağım da soyub. Belə bunu turşu qoyacağam inşallah. Nənəm rəhmətliyin anam bir sözü var idi. Deyirdi, yayın yaxantısı bala qışın yavanlığıdır. İndi hərəsindən nə qədər desək ki, hazırlamırıq, amma yenə də qışda ehtiyacımız olur. 2-3 banka da olsa, 5 banka da olsa əlimizdən tutur qonağımız gələndə və yaxud da ürəyimiz istəyəndə hazır, öz əlimizlə hazırladığımız bankalardan açıb istifadə edirik. Çox şükür Allahın verdiyi nemətlərə. Sarımsaqları gətirdim ki, belə gözəl havada soyum qabıqlarını, biraz sarımsaq tozu hazırlayacağım qurudub və bir də şorabalarda istifadə edəcəm. Pomidor şorabasını hazırladım. 3 banka oldu belə 700 qramlıq. İndi adyalın arasında bunu qəşəng bükəcəm ki dəm alsın da belə deyək, özünü tutsun. Və bir də belə şorabalar hazırladım. Birazdan istifadə etmək üçün pomidor xiyarın birazdan qıt olan vaxtı olacaq, baha olan vaxtı olacaq. Həm də adamın arada belə supun yanında, yeməklərin yanında ürəyi şoraba istəyir, tutmaq istəyir. Ona görə hələlik 1-2 banka hərəsindən hazırladım ki, istifadə edək ürəyimiz istəyəndə. Bu da biber. Belə tutmasıdır. Tutma deyək, şoraba deyək.
Şirniyyatımız hazırdır. Bişirdiyim çiyələk soydu. Onun üzərinə məni kimi varınızdırsa plambir marojnası dondurması əlavə etdim. Sizdə varsa qaymaq da əlavə edə bilərsiniz. Dadına baxdım, çox gözəldir. İndi kəsək, belə də dadına baxaq. Bismillah. Bismillah. Çok güzeldi xəmri. Çiyələyin içərisinə fındıq və qoz qırıntısı da əlavə etdim. İnşallah ki bu vlogumu bəyənərsiniz. Sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Abunə olmağı, dəstək üçün bəyənməyi, xoş rəylər yazmağı unutmayın. Allah'a emanet olun. Sağ olun.